Salam, hər vaxt xeyir olsun. Bugün Güvən 9 Riyaziyyat kitabından həqiqətlər mövzusuna baxacağıq. Deməli, birinci suala baxırıq. Deyir, təkliflərdən hansı doğru deyil? Doğru olmayana baxacağıq. A variantında deyir ki, 2 natural ədədin cəmi naturaldır. Bəli, hər zaman. Məsəl üçün 2 natural ədəd götürək, toplayanda da natural ədəd edilir. Deməli, bu doğru. Yanlış axtarırıq. 2 tam ədədin fərqi tam ədəd. 2 də istənilən tam ədəd götürək. -5 ilə 3. Yenə də -2 eləyəcək, tam ədəd eləyəcək. C variantı 2 rasional ədədin hasilli, bəli, rasional ədəd. Rasional ədəd ümumiyyətlə mənfi, müsbət, natural ədədlər, tam ədədlər hamısı birlikdə rasional ədəd təşkil edir. İstənilən bir rasional ədəd toplayanda onsuz da ya 0 alınacaq, ya mənfi, ya müsbət, ya da ki kəsr alınacaq. Yəni ki, rasional ədəd alınacaq. C variantı doğrudur. D variantı deyir ki, 2 irrasional ədədin nisbəti irrasional ədəddir. 2 irrasional ədədin nisbəti irrasional ədəd ola da bilər, olmaya da bilər. Məsələn, 2 dənə irrasional ədəd götürsəm, kökdə 2 və kökdə 8 və kökdə 2. Bunların nisbətlərini, yəni bölməsini yazsam, kökdə 8-i kökdə 2-yə bölündə eyni dərəcədən olduğuna görə 1 kökün altına salırıq. Eləyir kök altında 4. Kökdə 4-dən də 2 kök çıxır. Bu oldu rasional. İndi deyir ki, bizə hökm edir ki, irrasional ədəddir. Xeyr, bax biz yoxladıq ki, rasional ədəd də ola bilər. Amma götürsək ki, 1-in kökdə 8, 1-in kökdə 100. Bəli, bunların nisbəti kök altında 8 bölünsün kökdə 100, kök altında 3də 8-dir. Bu da irrasional ədəddir. Deməli, 2 irrasional ədədin nisbəti irrasional ədəd ola da bilər, olmaya da bilər. Yanlış olan D variantı olacaqdır. Növbəti ikinci sualımıza baxırıq. Deyir, aşağıdakılardan hansı doğrudur? Deməli, biz dedik ki, həqiqi ədədlər, yəni həqiqi ədədlər 2 yerə bölünür. Rasional ədədlər və irrasional ədədlər. Rasional ədədlərin içərisində rasional ədədlərin alt çoxluğu olan Z tam ədədlər çoxluğu var və tam ədədlər çoxluğunda alt çoxluğu olan N natural ədədlər çoxluğu var. Burada Z-in yerində dayanıbdır A, N-in yerində isə dayanıbdır B. Deməli, burada A tam ədəddir, B isə natural ədəddir. Cavab olacaq A tam ədəd və B natural ədəd. Cavab B variantı. İkinci sualın cavabı B variantıdır. Üçüncü suala baxırıq. Deyir, aşağıda verilən ifadələrdən hansı doğrudur? Hansı doğrudur deyirsə, biz baxırıq 3 nömrəlidə C variantına. Haradakı pi və y ədədi gördüksə, bu irrasional ədəddir. Bizə də deyir ki, pi çıxılsın 2 irrasional ədəddir. Pi çıxılsın 2 fərqi daha doğrusu irrasional ədəddir. Doğru cavab C variantı olacaqdır. Dördüncü suala baxırıq. Dördüncü sualda deyir ki, 0 tam dövrdə 3, 0 tam dövrdə 3, mənfi 1 tam 5-də 4, kök altında 0 tam dövrdə 4, kök altında 5, pi və kökdəki bölünsün ədədlərindən neçəsi rasionaldır. Rasional yəni kəsr şəklində göstərilə bilsin. Birinci baxırıq 0 tam dövrdə isə dövrdə 3 9-da 3-dür. Rasional ədəddir. Sonra mənfi 1 tam 5-də 4 də kəsr ədəddir, rasional ədəddir. Bax 0 tam dövrdə 3-dür, rasional ədəddir. 0 tam kök altında 0 tam dövrdə 4, 9-a 4-dür. 9-a 4-dən də 3-də 2 çıxır. Bəli, rasional ədəddir. Kök altında 5-dən dəqiq kök çıxmadığına görə irrasional ədəddir. Pi irrasional ədəddir. Kökdəkinin özü də irrasional ədəddir. Deməli, bizdə rasional ədədlər hansılar oldu? 1, 2, 3 dənəsi rasional ədəd oldu. Doğru cavab variantı C variantı 3 dənə. Sonra növbəti 5-ci sualda deyir ki, aşağıdakı ədədlərdən hansı irrasional deyil? İrrasional deyil o deməkdir, yəni ki, kəsr şəklində göstərilə bilir və yaxud da ki, dəqiq qiyməti var. Burada D variantına baxsaq, 0,2 dövrdə 1, bu 90-da 21 çıxılsın 2-dir. Yəni 90-da 19, 19-dakı rasional ədəd. Yəni kəsr şəklində göstərilibsə, 5-ci cavab olacaq D variantı. 6-cı suala baxırıq. 6-cı sualda deyir ki, 15, 0, mənfi 7, mənfi 2,8, 6, mənfi 3,4 dövrdə 2, kök altında 6, sonra kök altında 6 üstə gəl 2 və pi. Ədədlərindən neçəsi rasionaldır? Rasionalsa həm natural, həm tam ola bilər, həm də kəsr şəklində göstərilə bilər. 1, 2, 3 rasionaldır. Bax, bunların hər birisi rasionaldır. Kök altında 6 irrasionaldır. Kökdə 6 üstə gəl 2 də irrasional ədəddir. Pi də irrasional ədəddir. Sayırıq 1, 2, 3, 4, 5, 6 dənəsi rasionaldır. Yəni 6-cı cavab oldu A variantı. 7-ci suala baxırıq. 7-ci sualda deyir, aşağıdakı ədədlərdən hansıları irrasionaldır? Yəni ki, dəqiq kökü bilinməyən, dəqiq cavabı bilinməyən. 3 kök altında 2 vurulsun, 2 kök altında 20. Deməli,
Söldəki buruqları vursaq 3 2-nin 6. Bu köklərin dərəcələri 2-dir. Eyni dərəcənin olduğuna görə bir kökün altına salırıq. Bu da bərabər 6 kök altında 2-ni 20-yə vuranda 40 edir. 40-dan da dəqiq kök çıxmadığına görə irrasional ədəddir. Deməli 1 irrasional olacaq. İkinciyə baxırıq. 5 kök altında 2 çıxılsın kök altında 50. Biz kök altında 50-ni 25 vurulsun 2 yazsaq 5 kökdə 2 çıxılsın. 25-dən 5 çıxır, qalır kök altında 2. 5 kökdə 2-dən 5 kökdə 2 çıxanda qalır 0. 0 isə rasional ədəddir. Deməli 2-ni götürmürük. Üçüncüyə baxaq. Kök altında 72 vurulsun kök altında 50. Bu da bərabər kök altında eyni dərəcədən olduğuna görə bir kök altına salırıq. Bu da bərabərdir. 70-ni 36 vurulsun 2 yazsam, 50-ni 25 vurulsun 2 yazsam bərabərdir. 36-dan 6 kök çıxır, 25-dən 5 kök çıxır, 2-ni 2-yə vuranda 4 eləyir, 4-dən də 2 kök çıxır. Bu da eləyir 60. 60 isə rasional ədəddir, bizə irrasional lazımdır. Növbəti dördüncüdə 5 kök altında 3 çıxılsın kök altında 48. 48-i 16 vurulsun 3 yazsam, olur 5 kökdə 3 çıxılsın. 16-dan 4 çıxır, 4 kök altında 3. 5 kökdə 3-dən 4 kökdə 3 çıxanda qalır 1 kök altında 3. Kök altında 3-də dəqiq qiyməti bilinmədiyinə görə irrasional ədəddir. Deməli 4-ə götürəcəyik. Yəni doğru cavabımız olacaq 1 və 4. Cavab olacaq 1 və 4. Doğru cavab D variantı 7-dir. Növbəti 8-ci suala baxırıq. Görək 8-ci sualda nə deyir? Aşağıdakı hökmlərdən hansıları doğrudur? Birinci. Deyir 2 müsbət irrasional ədədin cəmi rasional ədəd. Xeyr, 2 dənə müsbət irrasional ədədin cəmi rasional ədəd ola bilməz. İkincidə deyir ki, deməli 1-i götürmürük. İkincidə deyir ki, 2 müsbət rasional ədədin cəmi tam ədəd ola bilər. Deməli mən 2 dənə müsbət rasional ədəd götürsəm, 2 dənə müsbət rasional ədəd tutaq ki, deyir ki, 5-də 1, birini də götürürəm 5-də 4. Bunları toplayanda 5-də 5 eləyir, 1 eləyir, 1-də 2 tam ədəddir. Deməli 2 ola bilər. 3-də deyir, irrasional ədəd ilə rasional ədədin cəmi rasional ədəd ola bilər. Xeyr, bu da mümkün deyil. İrrasionalla rasional cəmi rasional ola bilməz. Deməli, 3-ü də götürmürük. Cavabımız olur. Yalnız 2 doğrudur. Bu belə. 9-cu suala baxırıq. 9-cu sualda deyir ki, alfa irrasionaldır. Kök altında 2 alfa isə rasional ədəd olarsa, aşağıdakılardan hansı rasional ədəddir? Deməli, alfa irrasional versək və gətirib burada yerinə qoyanda, kökdəkini həmin ədədə vuranda rasional eləyirsə, deməli, mən elə alfaya həmin qoşmasını versəm ki, kökdəkini. Yəni, olacaq kökdəki vurulsun alfanın yerinə kökdəki yazsam, edir 2. Bəli, 2 də rasionaldır. Deməli, bütün variantlarda alfanın yerinə kökdəki yazacağım və missiyamız rasional ədədi axtarmaqdır. Burada A variantına baxsaq, alfa plus kökdəki. Bərabərdir. Alfanın yerinə kökdəki yazsam, üstə gəl kökdəki bərabərdir. 2 kök altında 2 irrasional ədəddir. A variantı getdi. B variantında kök altında 2 alfa çıxılsın kökdə 2 bərabərdir. Kökdəki vurulsun. Alfanın yerinə kökdəki yazsam, çıxılsın kökdəki. Kökdəkinin kökdəki vurunda 2 eləyir. 2 çıxılsın kökdəki də irrasional ədəddir. Dəqiq qiyməti bilinmir. C variantı 2 kök altında 2 alfa bərabərdir. 2 kök altında 2 vurulsun alfanın yerinə kökdə 2 yazsam, kökdəkinin kökdəki vurunda 2 eləyir, 2-ni də bu 2-yə vuranda cavab 4 eləyir. Bəli, 4 olur. Rasional ədəd, yəni doğru cavabımız C variantı olacaq. Suala baxırıq, deyir, kök altında 2 çıxılsın 1 ədədi ilə aşağıdakı ədədlərdən hansının hasili rasional ədəddir? Bu kökdəki çıx 1 ilə hər hansı bir ədədin hasili rasionalsa, deməli bu kök altında 2 çıxılsın 1-in qoşmasıdır. Kökdəki çıx 1-in qoşması da kökdəki üstə gəlinsin 1 olacaq. Deməli birinci ola bilər. Birinci ola bilər. Sonra baxaq, ikincidə mənfini çıxarsaq, bax deməli birinci olacaq. Yəni kökdəki üstə 1 versəm, bu kökdəkinin kvadratı 2, 1-in kvadratı 1 rasional ədəd. Amma birincini götürdüm. İkinciyə baxsaq, mənfi kök altındakı üstə gəl 1-dən, mənfini çıxarsaq kökdəki çıxılsın 1 eləyir. Bunun eynisi eləyir. Deməli bu irrasional ədəd olacaq. Amma üçüncüdə uşaqlar, mənfini çıxarsaq kökdəki üstə gəl 1 olacaq. Onu da ki, kökdəki çıxılsın 1-ə vuranda, kökdəki çıx 1-ə vuranda mənfi qalır, 2 çıxılsın 1. Yəni kökdəki üstə gəl 1, kökdəki çıx 1 müxtəsər olmaz çıxırdıq. A kvadrat çıxılsın B kvadrat. Mənfini saxlayırıq. 2-dən 1 çıxanda 1 edir. Qarşıdakı mənfiyə vuranda
-1-ə bərabər olacaq. Deməli, bu da rasional olacaq. Yəni, bizim doğru cavabımız 1 və 3 olacaqdır. Növbəti 11-ci suala baxırıq. 11-də deyir ki, -3, 15 aralığında neçə natural ədəd var? Bildiyimiz kimi natural ədədlər 1-dən başlayır. Deməli, qapalı intervala sarılır 1-dən. 15-in özü daxil olmadığına görə 14-ə qədər. 1-dən 14-ə qədər də ədədlərin sayını tapmaq üçün sonuncudan birincini çıxıb üzərinə 1 gəlməliyik ki, bu da 14-ə bərabərdir. 11-in cavabı Y variantı. 12-ci suala baxırıq. Deyir, -4,2 ilə 7,5 ədədlər arasında yerləşən tam ədədlərin cəmidir. Tam ədəd də bildiyimiz kimi həm mənfi, həm də müsbət ədədlərdir. Deməli, -4,2-dən 7,5-ə gedəndə -4, -3 və s. və ilə axır -4, -5, -6, -7-yə qədər. Demək olar, -4-dən 4-ə qədər tam ədədlərin cəmi, yəni əks ədədlərdir deyə cəmi 0-a bərabərdir. Yerdə qalır 5, 6, 7, bunların da cəmi eləyəcək 18. Doğru cavab C variantı. 13-cü suala baxırıq. Deyir, ədəd oxunda 15 ədədindən 2 vahid məsafədə yerləşən böyük ədəd. Biz ədəd oxu çəkirik. 15 ədədini qeyd edirik. 15 ədədindən 2 vahid məsafədə, yəni 2 vahid sağa da ola bilər, 2 vahid sola da ola bilər. Əgər 2 vahid sağa gediriksə, üzərinə 2 gəlirik. 15-in üzərinə 2 gələndə 17 eləyir. 2 vahid sola gediriksə, 2 çıxırıq. 15-dən 2 çıxanda 13 edir. Ədədlərimiz 13 və 17 elədi. 2 vahid məsafədə yerləşən böyük ədəd isə 17 olacaqdır. 13-ün cavabı B variantı. Növbətiyə baxırıq. 14-cü suala baxaq. 14-də deyir ki, ədəd oxunda 13 ədədindən 10 vahid məsafədə yerləşən ədədlərin cəmini tap. 13 ədədindən 10 vahid məsafədə sağa getsəm 10 vahid eləyir 23. Sola getsəm 10 vahid, 13-dən 10 çıxanda edir 3. Ədədlərimiz oldu 3 və 23. 3 və 23-ün cəmini soruşur. Doğru cavab 26-ya bərabər olacaq. Növbəti 15-ci suala baxırıq. 15-də deyir, ədəd oxunda 6 və 16 nöqtələrindən eyni məsafədə yerləşən. Ədədlərdən eyni məsafədə yerləşən ədəd, məsəl üçün 6-nı bura qeyd etsəm, 16-nı bura qeyd etsəm, eyni məsafədə yerləşən ədəd uşaqlar bunların ortasında olan ədəddir. Yəni tən ortasında olandır. Tən ortasında olan ədəd o deməkdir ki, yəni biz 6 ilə 16-nın ədəd ortasını tapmalıyıq. Ədəd ortada ədədləri toplayıb sayına bölür. Bu eləyir 22, 22-ni də 2-yə böləndə ədədimiz olacaq 11-ə bərabər. Doğru cavab 15-də D variantı. 16-cı suala baxırıq. Ədəd oxunda 6 ədədindən 3 vahid məsafədə yerləşən ədədlərin hasilini tap. 6 ədədindən 3 vahid sağa gedəndə eləyir 9, 3 vahid sola gedəndə isə 6-dan 3 çıxanda 3. Ədədlərim oldu 3 və 9, 3 və 9-un hasilini soruşur. Doğru cavab 27 Y variantı. 17-ci suala baxırıq. Ədəd oxunda 8 ədədindən 2 vahid məsafədə yerləşən ədədlərin hasilini tap. Ədəd oxunda 8 ədədindən 2 vahid sağa da ola bilər, sola da ola bilər. Sağa 2 vahid artıranda ədədimiz 10 olur. Sola 2 vahid azaldanda 8-dən 2 6 olur. Ədədlərim 6 və 10 olur. Bizdən də 6 ilə 10-un hasilini soruşur. 6 10-un 60-a bərabər olacaq. 17-ci cavabı D variantı. 18-ci suala baxırıq. Deməli, 18-də deyir, aşağıdakı ədədlərdən hansı ədəd oxunda 8 ədədindən 5 vahid məsafədə yerləşir? Demək olar, 8 ədədindən 5 vahid sağda 5 vahid 13 yerləşir. Solda 5 vahid isə 8-dən 5 çıxanda 3 yerləşir. Ədədlərim 3 və 13-dür. Burada da cavabda bir dənə A variantını verib 3, cavab olacaq A variantı. 19-cu suala baxırıq. Deyir, aşağıdakı ədədlərdən hansı ədəd oxunda 9 ədədindən 11 vahid məsafədə yerləşir? Demək, 9 ədədindən 11 vahid irəli getdikdə 9-un üstünə 11 gələndə 20 eləyir. 9-dan 11 vahid geriyə getdikdə 9-dan 11 çıxanda mənfi 2 eləyir. Cavabda da bir dənə mənfi 2-ni verir. Doğru cavab A variantı. Yəni 20 də doğrudur ya, amma cavablardan ikisindən birini verməlidir də. 20-ci suala baxırıq. 20-ci sualda deyir ki, 2,4 və 6,2 2 nöqtə arasındakı məsafəni tap. Demək, 2 nöqtə arasındakı məsafə aşağılar bunların modulları fərqidir. Çıxısı modulda 2,4-dür. Və yaxud da ki, böyük ədəddən kiçik ədəd çıxıb da yaza bilərsiniz. 6,2 çıxılsın 2,4. Bu da deyir 3,8. Doğru cavab C variantı. 21-ci suala baxırıq. 21-ci sualda deyir ki, ədəd oxunda 11 ədədindən 3 vahid məsafədə yerləşən ədədlərdən kiçiyini tapın. Deməli, 11 ədədindən 3 vahid məsafədə olan ədədlərdən. 3 vahid məsafə sağa 3 vahid getdikdə edir 14.
Sola 3 vahid getdikdə 11-dən 3 çıxanda 8. Deməli 11 ilə 8-ə və 11 ilə 4-ün arasında yerləşən ədəd olacaq. Çünki bizə 3 vahid məsafədə olan ədədlərdən kiçiyini soruşur. Kiçiyini soruşursa cavab 8 olacaq. Doğru cavab D variantı. 22-ci sualda ədəd oxunda 7 ədədindən 3 vahid məsafədə yerləşən ədədlərin hansıdır? 3 vahid sağa üstünə gəlirik 10, 3 vahid sola 3 çıxırıq, eləyir 4. Ədədlərim 4 və 10-dur. Deməli 4 ilə də 10-un hasını soruşur. Doğru cavab 40 olacaq. 22-ci cavabı Y variantı. Növbəti 23-ə baxaq. Deyir, ədəd oxunda koordinat başlanğıcından və A24 nöqtəsindən, koordinat başlanğıcından və A24 nöqtəsindən eyni məsafədə yerləşəndir. Dedik ki, iki nöqtə arasındakı eyni məsafədə yerləşən ədədlər bu ədədlərin ortasıdır, yəni ədəd ortasıdır. Bunların da ədəd ortasını tapıb 2-yə böləndə doğru cavabımız 12 olacaq. 23-cü cavabı D variantı. 24-cü suala baxaq. 24-cü sual. 24-də deyir, ədəd ox üzərində yerləşən, ədəd ox üzərində yerləşən B-də A çıxılsın B və B-də A + B nöqtələr arasındakı məsafə. İki nöqtə arasındakı məsafə heç bunların fərqinin moduludur. Yəni A + B bölünsün B çıxılsın. A çıxılsın B bölünsün B. Bunlara da ortaq məxrəc B-nin özüdür. Demək sürətləri çıxılsın. İnşallah buradakı mənfiyə diqqət edin ki, buradakı mənfini müsbətə çevirəcək. A müsbət B. Mənfi A ilə müsbət A islah getdi. B-ləri də toplayanda eləyir 2B bölünsün B. B ilə B ixtisar getdi. Doğru cavabımız oldu 2. 24-cü cavabı Y variantı. 25-ə baxırıq. 25-ci sual. Deməli A x çıxılsın 1 və B 2x plus 1. A və B nöqtələri arasındakı məsafə 3x çıxılan nöqtədir. Deməli bura qədər məsafə 3x çıxılsın 14-ə bərabər. İki nöqtə arasındakı məsafə böyük ədəddən, yəni B-dən çıxırıq kiçiyi 2 çıx 1. Bizə verir 3x çıxılsın 14-ü. Burada 2x plus 1 mənfiyə vuranda mənfi x plus 1 bərabərdir 3x çıxılsın 14. 2x-dən x çıxanda qalır x, üzərinə gəlib 1 ilə 1-i toplayanda eləyir 2, bərabər 3x çıxılsın 14-ə. Buradan x-i atsam sağ tərəfə 3x-dən x çıxılacaq 2x bərabərdir. Mənfi 14 atsam sol tərəfə 2 ilə toplanılacaq 16. X bərabər olacaq 8-ə. Bizdən bu məsafəni soruşur uşaqlar. Bu məsafədəki 3x çıxılsın 14 idi. Yəni 3 vurulsun. X-in yerinə 8 yazırıq. Çıxılsın 14. Bu da bərabər 3 8-in 24 çıxılsın 14. Bərabər 24-dən 14 çıxanda cavabımız olacaq 10-a bərabər. Doğru cavab Y variantı 25-dən. Növbəti 26-cı sualımıza baxaq. Deyir, ədəd ox üzərində ədəd ox çəkirik. A çox 3 ədədi hesablama başlanğıcından 5 vahid uzaqda yerləşir. Biz hesablama başlanğıcını qeyd edirik. A çıxılsın 3 ədədi ya burada yerləşir, ya da ki burada yerləşir. Bilmirəm harda yerləşir. Amma hesablama başlanğıcından 5 vahid uzaqdadır. Yəni 5 vahid sağa gedəndə üzərinə 5 gələcək. 5 vahid sola gedəndə 5 çıxacaq. Deməli uşaqlar 0-ın üzərinə 5 gələndə bizə A çıxılsın 3 verməlidir. Və ya 0-dan 5 çıxanda A çıxılsın 3 verməlidir. Buradan A çıxılsın 3 bərabər 0 üstə 5 5 edir. A da bərabər mənfi 3 atsaq sağ tərəfə toplanılır. Bir qiymətimiz 8 olur. Buradan A çıxılsın 3 bərabər 0-dan 5 çıxanda mənfi 5 edir. A bərabərdir mənfi 5 edir. Mənfi 3 atsaq sağ tərəfə müsbət 3. A da bərabər mənfi 5-in üstünə 3 gəlində müxtəlif işarələrdə çıxılır, modulca bölgünün işarəsi qalır. Bu da ikinci qiymətimiz. Bizdən də A-nın ala biləcəyi qiymətlərin cəmi soruşur. Yəni 8 ilə mənfi 2-nin cəmi soruşur. Bunlar da müxtəlif işarələrdə çıxılır. Modulca bölgünün işarəsi qalır. Yəni 26-cı cavabı C variantı. 27-ci suala baxaq. Deməli 27-ci suala görə nə deyir? Ədəd oxunda 18 ədədindən bir ədəd ox çəkək. 18 ədədindən K vahid məsafədə yerləşən ədədlər. K vahid məsafədə sağa da K vahid olsa K plus K gəlir 18 üstə gəl K. Sola əgər geçsək, K çıxmalıyıq, 18 çıxılsın K. Yerləşən ədədlərin nisbəti 2 olarsa, yəni ki, 18 üstə gəl K bölünsün, 18 çıxılsın K bərabərdir. Nisbəti də, yəni nisbət bölmə deməkdir 2-yə. Məxrəcə bir atıb çarpaz vursaq, 2-ni bunların hər birisinə vuranda, yəni 2-ni 18 çıxılsın K-ya vuranda eləyir. 2 18-in 36 çıxılsın 2K. 1-i vuranda isə 18 üstə gəl K.
Mənfi 2K-nı atsaq sağ tərəfə toplanılır edir 3K. 18-i atsaq sol tərəfə çıxılır. 36-dan 18 çıxanda 18. K da bərabər 18-i 3-ə böləndə 6. Bizdən də K-nı soruşur. K bərabər olacaq 6-ya bərabər. Növbətiyə baxaq görək elə. Növbətdə nə deyir bizə? 27, 28-ə baxaq. Deməli 28-ci sualda deyir ədəd oxunda 6 nöqtəsindən, ədəd ox çəkilir 6 nöqtəsindən K vahid məsafədə yerləşən ədədlərin fərqinin modulu. K vahid məsafədə sağa K gedəndə olur 6 üstəgəl K, sola K gedəndə olur 6 çıxılsın K. Və bunların fərqinin modulu. Yəni burada 2 dənə nöqtəmiz var. Bunların fərqi, yəni 6 üstəgəl K çıxılsın, 6 çıxılsın K bərabərdir 2. Buradan 6 üstəgəl K, mənfiyə diqqət edirik. Burada mənfini müsbətə, mənfi 6, mənfini mənfiyə, müsbət K, bərabər 2. K-ları toplayanda eləyirik 2K, bərabər, mənfi 6 ilə müsbət 6, əks tərəfləri cəmi 0-a bərabərdir. K da bərabərdir 2-ni 2-yə böləndə 1. Bizdən də K-nı soruşurdu. Cavab olacaq 1, A variantı. Növbətiyə baxaq. Növbəti 29-cu suala baxaq. Ədəd oxunda A nöqtəsindən B vahid məsafədə yerləşən. Deməli, A nöqtəsindən B vahid məsafədə. Əgər sağa B vahid keçsək, üstünə B gəlir, olur A üstəgəl B. Sola B geçsək, B çıxırıq, olur A çıxılsın B. Yerləşən ədədlərin hasili 48-dir. Deməli, aşağılar A çıxılsın B ilə A üstəgəl B-nin hasili 48-dir. Və deyir ki, cəmidə 16-dır. Yəni, A üstəgəl B ilə A çıxılsın. A çıxılsın B-nin cəmi deyir 16-dır. Burada mənfi B ilə müsbət B islah getdi. A-ları toplayanda 2A bərabərdir 16. A da bərabər 16-nı 2-yə böləndə 8. A-nı 8 tapdıq. Burada da müxtəsər quma düsturuna əsasən bir fərq bir cəmdir. A çıx B, A üstəgəl B, yəni A kvadrat çıxılsın B kvadratdır. Bərabərdir 48-ə. Buradan A-nı yerine 8 qoysaq, olur 8-in kvadratı çıxılsın B kvadrat bərabərdir 48. 8-in kvadratı 64-dür. Çıxılsın B kvadrat bərabərdir 48. Buradan B kvadrat çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. B kvadratı bərabərdir. 64-dən 48 çıxanda 16 edir. Əgər B kvadrat 16-dırsa kvadrat kök alsaq, B də bərabər olur 4-ə. Bizdən də soruşur B-ni. B bərabər olur 4-ə, elə B variantı. 29 B variantı. Növbəti 30-cu suala baxırıq. X-in hansı qiymətində A 24 çıxılsın 3x və B 15 nöqtələri ədəd oxunda koordinat başlanğıcından eyni məsafədə yerləşir. Uşaqlar, koordinat başlanğıcından eyni məsafədə yerləşən ədədlər əks ədədlər adlanır. Deməli, 24 çıxılsın 3x ilə 15 əks ədəddir və bilirik ki, əks ədədlərin də cəmi, yəni 24 çıx 3x ilə 15-in cəmi 0 olmalıdır. Buradan 24 çıxılsın 3x bərabərdir. Gəlin belə yazan əldə əfəndi bunu. Mənfi 3x-i saxlayırıq. 24 ilə 35, 39 edir, müsbət edir. Atsaq sağ tərəfə mənfi 39. Cüt sayda mənfi müsbətə bərabərdir. X də bərabər 39-u 3-ə böləndə 13 düşür. Bizdən də nəyə soruşur? X-in hansı qiymətində? Y variantı 13 qiymətində. 31-ci sualda deyir ki, 5-də 2 ədədinin tərsi ilə əksinin fərqini tap. Deməli, suallar 5-də 2-nin tərsi 2-də 5-dir. 5-də 2-nin əksi isə mənfi 5-də 2-dir. Bunların fərqini soruşur. Yəni 2-də 5 çıxılsın mənfi 5-də 2. Bərabərdir. Və cavabda görürük ki, onluq kəsirindən verib. 2-də 5-i onluq kəsirə çevirəndə 2,5. Mənfini mənfiyə vuranda müsbət. 5-də 2-nin hərəsini 2-yə vursan, onda 4 edir. Yəni 0,4. 2,5-in üstünə 0,4-də gələndə edir 2,9-a bərabər. Bu belə. 32-ci suala baxırıq. Görək 32-ci sualda nə deyir bizə? 2 ədədin əksi ilə tərsinin cəmini tap. Deməli, 2 ədədinin əksi mənfi 2-dir. 2-nin tərsi isə 2-də 1-dir. Əksi ilə tərsinin cəmi soruşur. Yəni, mənfi 2 üstəgəl 2-də 1. Yəni, mənfi 2 üstəgəl 2-də 1 də onluq kəsirə çevirəndə 0,5-dir. Mənfi 2 ilə 0,3 müxtəlif şəhərə çıxılır. Modulca bölgün şəhərəsi qalır. Yəni, cavab olur mənfi 1,5 Y variantı. 33-cü sualda deyir ki, 4-də 3 ədədinin tərsi ilə əksinin fərqini tap. 4-də 3-ün tərsi olur 3-də 4.
4'də 3-ün əksi isə olur mənfi 4'də 3. Bizdən də bunların fərqini soruşur. Yəni 3'də 4 çıxılsın, mənfi 4'də 3. Bu da bərabərdir 3'də 4, mənfini mənfiyə müsbət 4'də 3. Burada da 3 ilə 4'ü ortaqlıqlar 12'dir. 12'də 12'ni 3'ə böləndə 4 dəfə, 4 4-ün 16. Üzərinə gəl, 12'ni 4'ə böləndə 3 dəfə, 3 üçün 9. Bərabərdir 12'də 25. 12'də 25 də düzgün olmayan kəsirdir. Qarşı qıda çevirəndə 25'i 12'yə böləndə 2 dəfə düşür, 12'də 1 qalır. Yəni doğru cavab C variantı. 34-cü sualda deyir ki, qarşılıqlı əksəriyyətlər. Əksəriyyətlər uşaqlar yalnız işarəsi ilə fərqlənir. İşarəsi ilə fərqlənir. Burada da görürük ki, cavab D variantıdır. Mənfi 2 ilə 2 əksəriyyətlərdir. Çünki yalnız işarəsi ilə fərqlənir. 5-ci suala baxılır. Deyir, aşağıdakı ədədlərdən hansının əksi daha böyükdür? A variantında verib 1,9, əksi mənfi 1,9'dur. B variantında mənfi 2,8, əksi müsbət 2,8. C variantı 3,7, əksi mənfi 3,7. D variantı mənfi 4,6, əksi müsbət 4,6. Y variantı 5,5, əksi mənfi 5,5. Hansının əksi daha böyükdür deyirsə, uşaqlar, demək biz mənfidən ümumiyyətlə heç baxmamalıyıq. Burada 2 müsbətimiz var. Bunlardan da böyük olanı, təbii ki, tamı böyük olandır. Yəni 4,6'dır. Doğru cavab variantı 35'də. D variantı olacaqdır. 36'ya baxırıq. 36'da deyir ki, 5 ədədinin tərsini tapın. 5 ədədinin tərsi 5'də 1'dir. 5'də 1 də 10'luq kəsə çevirmək üçün sürəti məxrəci 2'yə vursaq 10'da 2 eləyir. 10'da 2 də 0,2'dir. Doğru cavab C variantı. 37-ci sualda deyir ki, ədədlər cütündən hansı qarşılıqlı tərsdir? Uşaqlar, qarşılıqlı tərs ədədlər hasili 1'ə bərabər olan ədədlərdir. Baxırıq, burada hasili 1'ə bərabər olan D variantıdır. Kökdəki çıxılsın 1 və kökdəki 3'ə gəlir. Uşaqlar, qarşılıqlı tərsi bir-birinə vururuq ki, cavab 1 eləyirsə qarşılıqlı tərsdir. Bu da bir fərq bir cəm olduğuna görə kökdəkinin kvadratı 2 eləyir, çıxılsın 1'in kvadratı 1 eləyir. Cavab 1 eləyirsə, deməli D variantı qarşılıqlı tərs ədəddir. Növbəti 38-ci suala baxırıq. 38. 38-dir. Aşağıdakı ədədlər üzrəndən hansı qarşılıqlı əksdir? Qarşılıqlı əks bayaq dedik ki, yalnız işarəsi ilə fərqlənir. Yəni mənfi 5 ilə müsbət 5 olacaq. 39-da deyir, ədədlər üzrəndən hansı qarşılıqlı tərsdir? Qarşılıqlı tərsdə dedik ki, hasili nəyə bərabər olmalıdır? 1'ə bərabər olmalıdır. Burada da baxıram ki, C variantında mənfi 2 və mənfi 0,5'dir. Yəni mənfi 2'ni mənfi 0,5'ə vuranda, mənfini mənfiyə vuranda müsbət 2'ni 0,5'ə vuranda hasil 1 eləyir. Yəni ki, qarşılıqlı tərs ədəd C variantıdır. Növbəti 40-cı sualda 40'da deyir ki, qarşılıqlı əksəriyyətlər. Əksəriyyətlər də dedik ki, yalnız işarəsinə görə fərqlənir. 2 və mənfi 2 olacaq. Sonra 41-ci suala baxırıq. 41-ci sualda deyir ki, aşağıdakı ədədlər üzrəndən neçəsi qarşılıqlı əksdir? Qarşılıqlı əks, yəni yalnız işarəsinə görə fərqlənsin. Mən burada gördüyüm mənfi kökdə 3 ilə kökdə 3'dür və 5-ci uşaqlar mənfi 1,3'də 1 və mənfi 1,3'də 1 və 3'də 4. Yəni mənfi 1,3'də 1 mənfi 3'də 4 deməkdir də və 3'də 4. Bunlar da əksəriyyətlərdir. Deməli 3 və 5 qarşılıqlı əksəriyyətlər. Digərləri isə qarşılıqlı əks deyil. Növbəti 42-ci sualımıza baxaq. Görək də 42-ci sualda bizə nə deyir? Deməli 42-də deyir ki, kök altında 50 ədədi hansı iki tam ədəd arasında yerləşir? Deməli uşaqlar, kök altında 50'ni ortada yazırıq. Bundan geriyə qayıdırıq və irəli gedirik. Geriyə qaydında kök çıxanlardan kökdə 49'dan kök çıxır. İrəli gedəndə isə kök çıxanlardan kök altında 64 çıxır. 49'dan 7 kök çıxır, 64'dən 8. Deməli 7 və 8 arasında yerləşir. Doğru cavab D variantı. 43-cü suala baxaq. Deyir, mənfi kök altında 13 ədədi hansı iki tam ədəd arasında yerləşir? Yenə də mənfi kök altında 13'ü ortaya atırıq. Geriyə qaydanda, mənfilərdə isə 0'dan uzaqlaşdırsa mənfi kiçidir. Yəni kiçiyə doğru qaydanda kök altında 16'dan mənfini çöldə yazırıq. Çünki kökün altı mənfi ola bilməz. Mənfi kök altında 16 və irəli getdikdə isə mənfi kök altında 9'dan kök çıxır. Mənfi kökdən 6'dan mənfi 4 çıxır. Mənfi kökdə 9'dan isə mənfi 3 çıxır. Deməli bu yerləşir mənfi 4 və mənfi 3 arasında. 43-cü cavabı D variantı. 44-cü suala baxırıq. 44'də deyir, mənfi kök altında 18 ədədi hansı iki tam ədəd arasında yerləşir?
Yenə də mənfi kök altında 18-dən geriyə qayıtdıqda mənfi kök altında 25-dən kök çıxır. İrəli getdikdə mənfi kök altında 16-dan kök çıxır. Mənfi kökdə 25-dən mənfi 5 çıxır. Mənfi kökdən 6-dan isə mənfi 4 çıxır. Deməli bu mənfi 5 və mənfi 4 aralığında yerləşir. B variantı. Keçdik növbətiyə 45-ci sualımıza baxırıq. 45. 45-də deyir A ədədinin əksi ilə tərsinin hasilini tap. A ədədinin əksi mənfi A-dır. A ədədinin tərsi A-da 1-dir. Əksi ilə tərsinin hasilini soruşursa, A ilə A ixtisar getdi, yerdə qaldı. Mənfi 1, C variantı. Növbəti 46-cı sualımıza baxırıq. Deyir, aşağıdakı ədədlərdən hansının tərsi ən kiçikdir? A variantında mənfi 6-nın tərsi mənfi 6-da 1-dir. B variantında 5-in tərsi 5-də 1-dir. C variantında mənfi 4-ün tərsi mənfi 4-də 1-dir. D variantında 3-ün tərsi 3-də 1-dir. Y variantında mənfi 2-nin tərsi isə mənfi 2-də 1-dir. Hansının tərsi ən kiçikdir deyilsə, biz təbii ki, müsbətlərlə bizim işimiz olmayacaq. Baxırıq mənfilərə. Mənfi 6-da 1, mənfi 4-də 1 və mənfi 2-də 1. Deməli, uşaqlar, normalda mənfilər olmasaydı, sürətləri bərabər olan kəslərdə məxrəci kiçik olan böyük idi. Amma mənfilərdə məxrəci kiçik olan artıq kiçik olacaq. Yəni bizim doğru cavabımız Y variantı olacaqdır. 47-ci suala baxırıq. 47-ci sualda deyir, ədəd verib A-dır. Əksi B-dir, tərsi C-dir, əksinin tərsi isə D-dir. Ədədimiz A-dır, yəni A 2-dir. Əksi, uşaqlar, B-dir, yəni ki, A-nın əksi də 2-nin əksi nə olacaq? Mənfi 2. Tərsi isə A-nın tərsi olacaq. Bu da C-dir. Tərsi də 2-nin də tərsi 2-də 1. Deyir, əksinin tərsi. Əksinin tərsi bizə D verib. Sonra əksi mənfi 2-dir. Mənfi 2-nin də tərsi mənfi 2-də 1 olacaq. Bizə deyir bunları müqayisə etsinə. Müqayisə edəndə müsbəti var 2-də 1. Deməli C böyük olacaq. Mənfi 2-də 1 sıfıra daha yaxındır D-dən. O da böyük olacaq B-dən. Və ya B kiçikdir D-dən. D də kiçikdir C-dən. Cavabımız olacaq B kiçikdir C. Cavab B variantı. 48-ci suala baxırıq. 48-ci sual. 48-də deyir, aşağıdakılardan hansı mənfidir? Mənfi ədəd o zaman alınır ki, uşaqlar kiçikdən böyücü çıxanda. Deməli, A variantına baxıram, kökdəki çıxılsın 1,4. Deməli, uşaqlar, bunun mənfi müsbət olduğunu araşdırmaq üçün 1,4-ü kökün altına salmalıyıq. Kökün altına da girəndə kvadratından girir. 1,4-ün kvadratı, yəni 1,4-ü 1,4-ə vursaq, alarıq 1,96. Təxminən 2 böyük ədəddir 1,96-dan. Deməli, böyükdən kiçiyi çıxırsa, ədədimiz müsbət olur. Biz mənfini axtarırıq. A variantı getdi. B variantı 1,8 çıxılsın kökdə 3. 1,8-i kökün altına salanda kvadratı yüksəldib salırıq. 3,24 çıxılsın kök altında 3. 3,24-dən 3 çıxanda böyükdən kiçiyi çıxırsansa müsbət ədəd alınır. B-də getdi. C variantına baxırıq. Kök altında 5 çıxılsın kök 2,3. 2,3 bərabərdir. Kök altında 5 çıxılsın 2,3 kvadratı yüksəldib kök altına salanda 5,29 edir. 5-dən də 5,29, yəni kiçikdən böyücü çıxırsansa mənfi ədəd alınır. Doğru cavabımız C variantı olacaqdır. 49-cu suala baxırıq. Deyir, müsbət ədədlərin sayını tapın. Birinci, kökdə 2 çıxılsın 1,4 bərabərdir. Kök altında 2 çıxılsın 1,4-ü kök altına salanda 1,96 edir. 2-dən təxmini 1 çıxanda müsbət ədəd alınır. Bu 1. 1-i götürürəm. İkincidə deyir ki, 1,7 çıxılsın kök altında 3. 1,7-ni kvadratı yüksəldib kök altına salanda eləyir 2,89 çıxılsın kök altında 3. Bunun tamı 2-dir, bunun tamı 3-dür. 2-dən 3 çıxanda mənfi ədəd alınır. Bizə müsbət ədəd lazımdır. Üçüncü, kök altında 5 çıxılsın 2,4 bərabərdir. Kök altında 5 çıxılsın 2,4-ü kvadratı yüksəldib kökün altına salanda 5,176. 5-dən 5,176 çıxanda mənfi ədəd alınır. Bunu da götürmürük. Çünki biz müsbət axtarırıq. Kök altında 6 çıxılsın 2,4 bərabərdir. Kök altında 6 çıxılsın 2,4-ü kvadratı yüksəldib kök altına salanda 5,176. 6 tamdan 5,176 çıxanda müsbət ədəd alınır. 4-də götürülür. 5-ciyə baxsaq, kök altında 10 çıxılsın 3 bərabərdir. Kök altında 10 çıxılsın
3'ü kök altına salanda kvadratına girir 9 olur. Ondan da 9 çıxanda müsbət ədəd alınır. 5'i də götürür. Cavabımız olacaq 1, 4, 5. Sayını soruşursa sayı da 3'dən olacaq. Doğru cavab A variantı. Birinci suala baxırıq. Deməli, 50-ci sualda deyir, aşağıdakı ifadələrdən hansının qiyməti müsbətdir? A variantına baxırıq. 5 çıxılsın -3. Bərabərdir 5. Mənfini mənfiyə vuranda müsbət eləyir. 3, 5-in üstünə 3 gələndə 8, 8-dəki müsbət ədəd ilə doğru cavabımız A variantı olacaqdır. 51-ci suala baxırıq. 51. -1-in kubu vurulsun -2 çıxılsın -3-ün kvadratı üstəgəl -4 bərabərdir. -1-in tək dərəcəsi elə -1 eləyir, vurulsun. Çünki tək dərəcədən mənfi mənfiyə bərabərdir. Vurulsun -2 çıxılsın -3-ün cüt dərəcəsi müsbət 9 eləyir. Üstə gəlinsin yox, müsbəti mənfiyə vuranda -4. Burada da uşaqlar -1-i -2-yə vuranda müsbət 2 eləyir. Çıxılsın 9, çıxılsın 4. 2-dən 9 çıxanda -7 eləyir. -7-dən 4 çıxanda eyni işarələr toplanılır. İşarəsini saxlayır. Yəni 51-in cavabı Y variantı olacaqdır. 52-ci suala baxırıq. -1 vurulsun, -2-nin kvadratı çıxılsın, -3 üstə gəlinsin, -4 bərabərdir. -1-i saxlayırıq uşaqlar, vurulsun. -2-nin cüt dərəcəsi müsbət 4 eləyir. Burada mənfini mənfiyə vuranda müsbət 3, müsbəti mənfiyə vuranda -4 bərabər. -1-i 4-ə vuranda eləyir -4, üstəgəl 3, çıxılsın 4. -4 ilə -4-ü toplayanda -8 eləyir, üstəgəl 3. Bunlar da müxtəlif işarələrdə çıxılır. Modulca böyük olanın işarəsi qalır. Yəni 52-ci cavabı B variantı olacaq. 53-cü suala baxırıq. 53-də deyir ki, modulda 7 çıxılsın 9, çıxılsın, modulda 3 üstəgəl 2 vurulsun, -3 bağlayırıq modulu, bölünsün 1 üstəgəl modulda -1 bərabərdir. 7-dən 9 çıxanda modulda -2 çıxılsın 3, müsbəti mənfiyə vuranda uşaqlar mənfi eləyir, 2-ni də 3-ə vuranda eləyir 6, bağladıq modulu, 1, -1-in də modulu müsbət 1 eləyir, bərabərdir. -2 modulu elədi müsbət 2 çıxılsın, 3-dən 6 çıxanda -3 eləyir, 1-in də üstünə 1 deyəndə 2 eləyir, 2, -3-ün modulu müsbət 3 eləyir, müsbəti də qarşıdakı mənfiyə vuranda -3 eləyir, bölünsün 2. 2-dən 3 çıxanda -1 eləyir, bölünsün 2. Yəni cavabımız olur -2-də 1, B variantı. 53-cü cavabı B variantı olacaqdır. 54-cü suala baxırıq. Deməli, modulda -3, üstəgəl 2 çıxılsın, modulda -1, bölünsün -2. Uşaqlar, -3-ün modulu müsbət 3, üstəgəl 2, -1-in modulu müsbət 1, müsbəti qarşıdakı mənfiyə vuranda -1, bölünsün -2. 3-ün üstünə 2 gəndə 5, 5-dən 1 çıxanda 4 eləyir, 4-ü də bölürük -2-yə, tək sayda mənfiyə bərabər, 4-ü də 2-yə böləndə 2-yə bərabər olacaq. Doğru cavabımız D variantı. Yəni 54-ün cavabı D variantı. B variantı bağışlayın, B variantı. 55-ci suala baxırıq. 55-də deyir ki, modulda -2 vurulsun, modulda -1, üstəgəl -2, bölünsün -5, bərabərdir. -2-nin modulu uşaqlar müsbət 2, -1-in modulu müsbət 1, amma burada modul yoxdur. Müsbəti mənfiyə vuranda -2 eləyir, bölünsün -5. Bu da bərabərdir. 2 1-in 2, 2-dən 2 çıxanda 0 eləyir, bölünsün -5. 0-ı da istənilən də böləndə 0 eləyir. Doğru cavab C variantı. 56-cı suala baxırıq. 3 vurulsun, 2-də 3 üstü -1, üstəgəl 8 vurulsun, -2-də 3 üstü 3 bərabərdir. 3 vurulsun, uşaqlar 2-də 3 üstü -1 kəsrə bərabərdir. Kəsrin məxrəci ilə sürəti yerini dəyişir. Yəni ki, qayda olaraq yazsaq, B-də A üstü -M bərabərdir. A-da B üstü müsbət M. Bu bizim qaydamız. Onda 2-də 3 üstü -1 uşaqlar olacaq. 3-də 2 üstü müsbət 1 də yazılmır. İndi 3 tək dərəcədən mənfiyə bərabər, o mənfi də çöldəki müsbətə vuranda mənfi eləyir, 8 vurulsun. 2-də 3-ün kubu, yəni 2-nin də kubu, 3-ün də kubu. 2-nin kubu 8 eləyir, 3-ün kubu 27 eləyir, bərabərdir. 3 ilə 3 7, qaldı 2, çıxılsın 8 ilə 8 7, qaldı 27. 2-dən də 27 çıxanda qalır -25,
Yəni doğru cavab A variantı. 57-ci suala baxırıq. 57-də deyir ki, kök altında 3-ün kvadratı çıxılsın kök altında -3-ün kvadratı çıxılsın -2 vurulsun -3 bərabərdir. 2 getdi kök apardı. Kökün dərəcəsi 2-də, 2-ci dərəcəndə yazılmır. Amma kökün dərəcəsi cüt dərəcəndə olduğuna görə çörə modulla çıxır, çıxılsın. 2 getdi kök apardı, modulda -3. Mənfini mənfiyə vuranda müsbət eləyir, müsbəti mənfiyə vuranda mənfi eləyir, 2-ni 3-ə vuranda 6 eləyir. Bu da bərabərdir. Modul 3 ilə 3-ə bərabərdir. Modul -3 müsbət 3-ə bərabərdir. Müsbəti qarşıdakı mənfiyə vuranda -3 çıxılsın 6. 3-dən 3 çıxanda 0 elədi, yerdə qaldı. -6 doğru cavab 57-də A variantı. Növbəti 58-ci suala baxaq. Kök altında 2-nin kvadratı çıxılsın kök altında -2-nin kvadratı çıxılsın -3 vurulsun -4 bərabərdir. 2 getdi kök apardı, cüt dərəcədən olduğuna görə moduldan çıxardırıq. 2 getdi kök apardı, cüt dərəcədən olduğuna görə modulda -2. Mənfini mənfiyə müsbət, müsbəti mənfiyə mənfi. 3 4-ündə 12 bərabərdir. 2 -2-nin modulu müsbət, müsbəti qarşıdakı mənfiyə -2 çıxılsın 12. 2 ilə 2 getdi, yerdə qaldı, -12-yə bərabər. 59-cu suala baxırıq. 59. Modulda -3, üstə gəlinsin, modulda 2, vurulsun modulda -1, çıxılsın modulda 4, bölünsün modulda -2, bərabərdir. Mənfi üçün modulu müsbət 3-dür, üstə gəl 2-nin modulu ilə 2-dir, -1-in modulu 1-dir, çıxılsın 4-ün modulu 4-dür, bölünsün -2-nin modulu 2-dir. 3, üstə gəl 2 1-in 2 elədi, çıxılsın 4-ü 2-yə böləndə 2 elədi. 2 ilə 2 getdi, yerdə qaldı cavab 3-ə bərabər C variantı. 59-cu cavabı C variantı. 60-cı suala baxırıq. Deməli, modulda -3,8 vurulsun modulda -2,6 bölünsün modulda -13 vurulsun modulda 1,9. Tüm modullardan müsbət çıxır uşaqlar. -3,8 modulu müsbət 3,8, -2,6 müsbət olur, -13 müsbət 13 olur. Vur 1,9. 1,9-dan 3,8 getdi, 2 qaldı. 2,6-nın tamını vursaq, tamından sonraki rəqəmin sayıdır, məxrəc 0 atacaq. 130 ilə 26 getdi, 5 qaldı. Ümumi məxrəcdə 5 sürətdə 2 qaldı. Onluq kəsirə çevirdikdə 0,4-ə bərabər oldu. 61-ci misala baxırıq. -12 çıxılsın 15. Üstə gəl modulda -3-ün kvadratı, üstə gəlsin modulda -16 bərabərdir. -12-dən 15 çıxanda eyni işarə əldə toplanılır işarəsini saxlayır. Üstə gəl -3-ün modulu kvadratı 9 eləyir, -16-nın modulu müsbət 16 eləyir. -27-nin modulu müsbət 27 eləyir, amma qarşıdakı mənfiyə görə -27, üstə gəlsin 9, üstə gəl 16 bərabərdir. -27, 9-un üstünə 16 gəlində müsbət 25 eləyir. Bunlar da müxtəlif işarəli çıxılır. Modulca böyücün işarəsi qalır. Doğru cavab -2.